bugün Qərb ədəbiyyatında oxumuşuq, bilirik deyə. Məsələn, bəzən bizim tələblərimiz, bizim düşüncələrimiz o Qərb ədəbiyyatına doğru meyllənməkdir. Amma bir də baxanda görürsən ki, şərqdəsən və bu pafosdan heç vaxt qurtara bilmirsən. Ona görə də bir şey çıxmır da. Şərqdən o vaxt çıxır ki, klassik dövr istisna. Onlar gedib müasir dəyərlər, müasir prinsiplərlə yazmağa və çəkməyə başlayırlar. Yəni bu Qərbin deyil, bilirsiniz, təkcə Qərb məsələsi deyil. Bu Qərbdə baş verib, ancaq həm də burada Şərqin rolu var. Məsələn, BMT-nin insan hüquqları bəyannaməsi bütün səmavi kitablardan yuxarıdadır. Çünki onun içində səmavi kitablar da var. Sivil qaydada insan, dövlət, cəmiyyət münasibəti var. İnsan azadlığı məsələsi var. Yəni sən Quranda hər şey var, Tövratda hər şey var, bir də İncildə hər şey var. Necə var? İnsan hüquqları anlayışı, demokratiya var orada. Yəni bundan qaçmaq lazımdır. Bunlar mənəvi kateqoriya kimi qalır. Qərb niyə ağıllı işlər görə bildi? Biraz rasional yanaşdı məsələlərə. Dini ayırdı, bir mənəvi kateqoriya kimi qoydu kənara. Yoxsa xaç yürüşləri olsaydı Avropa nə gündə olardı? Bütün gün müharibələr olardı. Onu qoydu kənara, başladı sivil qaydalarla cəmiyyət üçün yeni qanunlar, belə deyək, icad eləməyə. O da gəldi, çıxdı demokratiyaya. Demokratiya həm də sənətdə var bugün. Təkcə cəmiyyətdə deyil. Yəni bugün müəllif özünü öz mətnində belə diktator kimi apara bilmir. Çünki o dövr keçib. Nizamı apara bilirdi. İstədiyi kimi hərəkət eləyirdi. Bu mənfidir, bu müsbətdir. Girib məsələn tərifləyirdi bir obrazını. Hətta Victor Hugo da eləyirdi. Fantinanı tərifləyirdi. Qadın, sən nə bilim necəsən, sənin hünərin qarşısında. Bu gün elə yazsan sənə gülərlər. Bugün yazıcı obyektiv olmalıdır. Deməli, liberal dəyərləri üstün tutmalıdır. Hamı ilə bərabər məsafədə durmalıdır. Müəllif diktəsini mətnindən yığışdırmalıdır. Bu yaxşı, bu pis deməməlidir. Bu da öz-özünə avtomatik olaraq tərənnümü istisna eləyir. Mətiyəni ümumiyyətlə istisna eləyir. Bugünkü modern ədəbiyyatda mətiyə yoxdur. Mətiyə edən adamların sənət məqsədi yoxdur. Hətta Şuşanın alınmasını belə mət eləyən adamın başqa məqsədi var. Şuşa sevgisi deyil. O Şuşanı sevirsə, Şuşalının problemindən yazmalıdır o. O 30 ildə zəlil gündə yaşayan, haqqı tapdanan, ruzisi talanan, evsiz, yeşiksiz, zəlil günə düşmüş Şuşalıya laqeyd qala bilməz o Şuşa sevgisi varsa onda. Mən Laçınlıyam. Laçın haqqında elə mətiyələr yazırlar ki, mən utanıram onu eləməyə. Bilirsən, belə gözəlsən, vətənin bayraq belə gəldi, biz belə qəhrəmanıq, belə ayıbdır belə şeylər. Yəni mən sənin Laçın sevgi görməmişəm axı. Görsəm bunu hiss eləyərdim bu 30 ildə. Bu böyük məsələdir. Yəni ona görə ağıllı adamlar, indi bəlkə ağıllı deməyək, bizim cəmiyyət üçün axmaq adamlar belə demək olar. Vətənpərvərlik sözündən utanırlar yəni. O ağır sözdür. Mən bir xatirə oxumuşdum. Səməd Vurğun hansısa şeirini yazanda gərək ki, rəhbərə salam olub, yoxsa hansısa bir şeiri. Mircəfər Bağırov şəxsən onu çağırıb ki, Leninin adı burada niyə yoxdur? Yox, Zamanın Bayraqları poemasını yazanda çağırıb onu otağına, başdan ayağa poemanı oxutdurub. Və deyib ki, sən Zamanın Bayraqlarından yazırsan, Leninin adı yoxdur. Sən Bayraqlar deyəndə kimi nəzərdə tutursan? Və Səməd Vurğun deyib, get düzəlt bunları. O gəlib oturub evdə, səhərə qədər başlayıb Lenini oradan-buradan mətnlərə soxuşdurmağa. Yəni, belə ədəbiyyat olmur ki. Əslində, Zamanın Bayraqlarını yazmaq öz ədəbiyyat deyil və yenə deyirəm, dil və sənətkarlıq faktını qoyuram qırağa. Ədəbi mövqe deyil o. İndi o əsərlərin çoxu yazılıbdır. Baxmayaraq ki, Leninə də yazıblar, Stalinə də yazıblar, amma çox böyük, həm də bizim ədəbi mütəfəkkirlərimiz də onlar. Amma biz onların görürsən, böyük bir qismini irsindən imtina edirik, amma qalan şeylərimiz də var. Atatürkə də yazmaq olmaz, söhbət Məhəmməd Peyğəmbərə də yazmaq olmaz. Söhbət Lenin səhv mövqedədir deyil, ədəbiyyatın işi tərənnüm deyil. Məsələ budur, yanaşma yanlışdır. Amma klassik ədəbiyyatımızda bu var axı. Yox. Minacatlar var, Peyğəmbərin mətni var. O janrın tələbləri idi, yox. O başqadır. Cəmaət, indi bəzi yaltaqlar olur, bununla təskini tapırlar ki, nizami hökmdarları tərifləyib. O klassik qaydadır. Divan ədəbiyyatı başlayanda, poemalar xüsusilə. Başlayırdı Allaha müraciət. Sən Allahı tanımayan adamlar deyə bu mətiyələrlə məşğul olanların çoxu. Allaha təriflə başlayır, Peyğəmbərə və bir ərkandır bu, bir yoldur. Klassik janrdır, janrın xüsusiyyətidir. Sonra keçir hökmdar da
deməli Tanrının kölgəsidir və Nizami onu tərifləyib əslində. Onu yaxşı işlərə təşviq eləyirdi. Siz onları diqqətlə oxuyun. Orada niyyət hökmdardan nəsə almaq deyil. Zaten onu verirdi hökmdar ona. Vermişdi ki, bunu qələmə aldı. Orada məqsəd xüsusən Xosrov və Şirində ümumiyyətlə mövzu da budur. O təşviq eləyirdi onları yaxşı işlərə. Yaxşı tərəflərin işıqlandırıb onu təşviq eləyirdi və bu hökmdar, şah, rəiyyət, şair münasibəti idi. İndi şah yoxdur. Dünyada bilirsiniz, şah yoxdur. Şah olan cəmiyyətlər bərbad gündədir. Orada ədəbiyyat yetişmir. Yetişər mühacirət ədəbiyyatı. Yəni indi dünyada prezidentlər var. Onlar seçilirlər. Onlar şah deyirlər. Məsələn, Victor Hugo'dan dediniz, onun Səfirlər romanında bir yer var. Jean Valjean gəlir kilsəyə sığınanda. Bəli. O rahibələri görür və orada əslində xristianlığın mahiyyətini açır. Deyir ki, Tanrı bu qadına doğub ürətmək vəsiləti veribdir. Bu qadın ürəməlidir. Amma bu kilsə bunu həbs edir və bakirəliyi ona təbliğ edilib, onu burada həbsxanada saxlayır. Bu, qaranlıq Avropa cəmiyyətini əslində işıqlandıran ikinci belə bir fikir tapıb bilmirəm mən, görmürəm. Birisini bax orada... Bizim yazarlar dedik, bax, önündə idi ictimai proseslərin. Sonra çəkildilər, sanki yox oldular. Və ortaya daha bəsit bir şeylər çıxdı belə ədəbiyyat adına. Burada incə bir məqam var. Bax, onu orada saxlayan o rahibələri, ümumiyyətlə o kilsə totalitarizmidir, din, bu ən güclüsüdür. Yəni, çünki Tanrı ilə, belə deyək, aldadırlar. Tanrı ilə aldatmaq, aldatmaların ən güclüsüdür. Yəni, vaxtı ilə yadınızdadır, cənnət qəbziləri satırdılar. Martin Luther necə edam olundu? Cənnət qəbzilərinə etiraz elədiyinə görə. Cəzalandırıldı da, səhv eləmirəmsə. Bu təsəvvür ilə adamlar cənnət qəbzi satır, insanlar pul verib onu alırlar. Bu dinin totalitarizmidir. Eyni zamanda siyasi totalitarizm var. Eyni zamanda milli mental dəyərlərin totalitarizmi var. Bunlar həmişə alladırlar. Yəni sənin vətənlə də səni allada bilirlər. Mənim bir statusum var idi, əslində o olmamışdı. Belə bir şey yazdım ki, demək, cavan bir yazarla rastlaşdım, dedim, yaxşı yazırsan, bizdən yaxşı yazmalısan. Belə dedim, o da dedi ki, müəllim elə, biz də sizin tayınız olacağıq. Dedim ki, niyə elə deyirsən? Dedi, sizi deməli, məğlubiyyətlə allatdılar, bizi də qələbə ilə alladırlar. Birisi necədir? Bu, yəni qələbənin də torpağa alınmağında bunun mahiyyətini mən çox gözəl dərk edirəm. Çox gözəl bilirəm nə deməkdir. Ancaq hüquq və azadlıqlar bütöv və tam olmalıdır. Onda bu vətən əsl bizim vətənimizə çevrilir. Əgər o Qızıl Teşt məsələsi də, məsələn, Mikayıl Muşfiqinin kəndi, Say adlı bilirsiniz də, orada insanlar ac qaldığı üçün oraları tərk ediblər, gəlib stansiyalarda yaşayıblar ki, ölməsinlər. Yəni, vətənin üzərində həm də bir mənəvi aclıq da var, bir tək söhbət maddiyyatdan getmir, indi şükür, aclıq yoxdur, heç kim acından ölmür. İqtisadi vəziyyət o qədər ağır deyil o dövrlərdir. Ancaq mənəvi qidası da var insanların, insan həm də mənəvi varlıq daxil. Şeirlə gəlmişdiniz ədəbiyyata. Bəli. Sizlə bərabər çoxlu adamlar var ki, bugün şeirlə gəlmişdi və uğurluydu hər şey. Amma sonra şeirdən sanki hamı imtina elədi. Bu pafosdan əslində imtina idi, yoxsa yox, mən şeirdə də pafoslu yazmırdım. Yəni, aşıq şeirləri yazırdım, epik şeirlər. Məndə biraz təbii oldu bu proses. Epik şeirlər yazdım, sonra gördüm ki, nəsr daha rahatdır mənim üçün. Həm də mənim yaşadıqlarım daha çox prozaik məsələləri idi. Prozaya yaxın şeylər idi. Həyatın ağrıları, yəni insanların üzləşdiyi fəlakət. Yəni o lirikaya sığacaq şeylər deyildi. Həm də o boşluğu hiss elədim. Şeirdə bizdə boşluq yox idi o qədər də. Məsələn, Salam kimi ciddi imza var idi. Sonra Akşin gəldi ilə bizlə bir dövrün adamı idi. Zahir Əzəmət o vaxt gözəl şeirlər yazırdı. Nəsrdə bir boşluq var idi həm də. Beləcə bir, amma ümumilikdə şeir lirikadır daha çox. İndi nə bilim vətəndaş poeziyası deyirlər. Dünyada belə bir uydurma yoxdur. Yalancı bir məsələdir. Siyasi lirika deyirlər. Dünyada bu anlayış var, mən qəbul eləmirəm. Yəni bir yerdə siyasi ictimai məsələ varsa, orada lirika necə ola bilər? Yəni forma olaraq qoşma kimi yaza bilərsən, amma o yəni lirika deyil, qəzəl deyil də, o nəsə başqa şeydir. Yəni məsələn Baba Pünhanın rəhmətliyin ictimai siyasi qəzəllər yazırdı. O formada Mirzə Rəhbər Sabir o artıq lirika deyil də. İndi o satiradır, nə bilim, nədirsə başqadır. Yəni şeir əsas lirikadır, duyğulardır. Və bu da 35-40 yaşlara doğru
azalır insanlarda. Məntiqi təfəkkür, bir rasional yanaşma daha önə keçir. Bu insanın fizionomiyası ilə bağlı məsələdir. Hər hansı müəlliflə, imza ilə bağlı deyil. Yəni insan gənc ikən daha çox göylərdə olur, daha çox Paul Auster'in bir yüksəklik qorxusu romanı var. Orada bir uşaq həmişə istədiyi qədər qalxıb havada qala bilirmiş yəni. Və sonra onda cinsi yetişkənlik başlayanda bunda baş ağrılar olur və qalxa bilmir. Yəni yerdən aralana bilmir, o yerə yapışır yəni. Belə deyək də, o yetkinlik dövrü keçəndə insan yerə daha çox yaxınlaşır, prozaikləşir, o cür daha çox düşünür. Yəni ona görə 40 yaşdan sonra əsl yazıçılıq başlayır, əsl şairlik isə bitir. Mən bunu özümə görə demirəm, özümü belə də çox da ciddi şair hesab eləməmişəm. Hesab eləsəm bəlkə qalardım. Amma 40-dan başqa ən istedadlı adamlarda da bu cürdür, yəni 40-a qədərdir. 40-dan sonra mən əsl gözəl şeir görməmişəm. Yəni Əli Kərimin də elə ömrü elə oldu ki, şair ömrü yaşadı da, Muşfiq lap erkən getdi. Hətta dünyada bu lap çox olub. 19 yaşında Arthur Rimbaud şeirdən imtina elədi. Dünyada şeirin istiqamətini dəyişib imtina elədi. Düzdür, hərgah mən onların yaşına bəzən şübhə ilə yanaşıram. Hətta bizim Cəfər Cabbarlının, Lermontovun falan. Adam inanmır 27 yaş. Hətta bəzən Muşfiqin yaşına adam inanmır. Yəni Azərbaycan mühiti üçün 29 yaşda. Amma belə baxanda da elə o yaşda olur o şeirlər. Yəni sən 40-dan sonra 50 yaşda yenə o bağ olaydı şeirini yaza bilməzsən. Sən artıq orada ayrı şeylər görəcəksən. Sən Bakı bağlarına getsən, nə bilim o zaborları görəcəksən, məmurların nəyinsə, prozaik məsələlər görəcəksən. Bir qələm adamı dövlətlə həmişə fikir ayrılığında olmalıdır, xüsusən hakimiyyətlə. Əgər fikir ayrılığın yoxdursa, əslində dövlət də elə adamlardan qidalanmalıdır. Əlbəttə. Yəni cəmiyyətə, yəni bunu siyasətdən kənar. Sən görürsən Victor Hugo Fransanın haqqında nələr deyib. Bizdə indi Əkrəmi hələ bağışlamırlar. Mapassanın fransızlar haqqında yazdıqları. Yəni bu yazıçını bu yazıçı birisi necədir? Elə bir atanın erköyün övladıdır. Onu sən biraz qabağa buraxmalısan. Amma heç kim də Fransanı Hugo qədər də sevə bilməz. Yəni mümkün deyil. O qəzəb də, bəzən söymək də sevgidən yaranır. O adamlar, yenə deyirəm, bayaq söhbətə gəldi. O adamlar vətəni tərənnüm və məth eləyir ki, onların başqa məqsədi var. Xalqın başının altına yassı qoyub öz işini görür. Yəni suda balığını tutur. Tolstoyun sözüdür də, bütün fırıldaqçıların sığındığı yerdir vətənpərvərlik.